heç bir tərəddüdsüz və araşdırmadan peyğəmbərlik iddiasında olan hər kəsin iddiası rədd olunmalıdır. Bu isə, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sonuncu peyğəmbər olması imanının əsas faydalarından biridir. Belə ki, bununla müsəlmanlar bütün yalancı peyğəmbərləri ifşa etmiş olur. Peyğəmbər sallallahu aleyhi və səlləm də buna xüsusi olaraq diqqət çəkər, özündən sonra peyğəmbərlik iddiasında olan 30 nəfərin peyda olacağını bildirərdi. Sonra da özünün sonuncu peyğəmbər olduğunu, yalançılara isə tabi olmaqdan və onlara inanmaqdan həzər etməyin gərəkliyini bəyan edərdi. Sovbanın, Allah ondan razı olsun, fitnələr barədə rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: Ümmətim arasında peyğəmbərlik iddiasında olan 30 nəfər yalançı olacaqdır. Biləsiniz, peyğəmbərlərin sonuncusu mənəm və məndən sonra peyğəmbər olmayacaqdır.